Şimdi modul denklemler. Tamam mı? Modul denklemler. Modul denklemlerde bildiğimiz gibi müsbət, mənfi və sadələşdirməyə baxacağız. Məsələn üçün birinci necə? Modul x-da modul x gələndə olur nə? 2 modul x bərabərdir 4-ə, modul x bərabərdir 2-yə. Malumdur ki, 2 ilə mənfi 2 olacaq. Tamam, bu aydındır. İndi bunlarda məsələn sadələşmələr var. Gələlim məsələn üçün 5-ci suala. Nə bilim 6-cı suala. Eyni suallardır əslində. Modulda x minus 2 ilə 2 minus x-in fərqi nədir? Müəllim, eyni heç bir şey yoxdur. Yəni eynidir. Yəni biz yerinə də qoyub moduldan azad eləyəndə eyni şey verəcək. Ona görə də 2 dənə modul x minus 2 bərabərdir 10-a. Modulda x minus 2 bərabərdir 5-ə. Bir dəfə müsbətini götürəndə x minus 2 bərabərdir 5-ə, bir dəfə də mənfisini götürəndə x minus 2 bərabər nəyə? Mənfi 5-ə. X bərabərdir 7-yə, x də nəyə bərabərdir? Mənfi 3-ə. 7 ilə mənfi 3 olanda nə olacaqdır? Arkadaşlar, bu şəkildə. 5-ci sualı anlamayan var mı uşaqlar? Hər kəs başa düşdü mü? Başa düşdük. Gələlim şimdi buralardan. Məsələn, yenə aynı şey 7-də və 8-də. Məsələn, 8-də də. Məsələn, nə edərdik? Məsələn üçün, x plus 1. Aydındır ki, buradan 3-ü çölə çıxardığında modul x plus 1. Aydındır ki, burada 2-ni çölə çıxardığında modulda x plus 1. Tamam mı? Burada aydındır ki, modul, üstə gəl 3 modul ilə 4 modul, çıxılsın 2 modul. Elədinə 2 tane modul x plus 1 bərabərdir 8-ə. Tamam mı arkadaşlar? İndi modulda x plus 1 bərabərdir 4'ə. A bəndi x plus 1 bərabərdir 4'ə. B bəndi x plus 1 bərabər nəyə? Mənfi 4'ə. X bərabərdir 3'ə. X də nəyə bərabərdir? Mənfi 5'ə. Yəni bu şəkildə. Bu şəkildə bu modul sadələşdirmələrdir. Aha, şimdi gəldik modulların 2 dənə arxa-arxaya özəlliklərinə. Arxa-arxaya özəlliklərinə. Nədir bu özəlliklər arkadaşlar? Bu özəlliklər bir dəfə müsbətin, bir dəfə mənfisini götürəcəyimiz 2 dənə dalbadal özəlliklər olacaqdır. Baxın, bunu biraz böyüdüm. Şimdi birincidə nə diyoruz? Bir dəfə müsbətin, bir dəfə mənfisini götürürəm. Tamam. X minus 1 bərabər nə? İkisini də müsbətini götürürəm. 2x plus 1'ə. Bir dəfə müsbətin, bir dəfə mənfisini götürürəm. X minus 1 bərabərdir. Mənfisini götürəndə 2x plus 1'ə. Tabi bunun fərqli bir cür həlli şeylər var da, biz onu irəliləyən zamanlarda izah edəcəyiz. Olacaq mənfi x bərabərdir 2'yə, x də nəyə bərabərdir? Mənfi 2'yə. Buradan da x minus 1 bərabərdir mənfi 2x çıxılsın 1'ə. 3x bərabər nəyə? 0'a. X də nəyə bərabərdir? 0'a. Var mı sual olan mənim balalarım? Var mı sualı olan mənim balalarım? Oku. Oku. Sən bunlara aid fərqli bəzilərindən eləyəlim. Eyni şeylər təkrar olunacaq. Bir tanesini daha və iki dəyişənlinin bir tanesini daha 5-ci və 6-cı soruları çözmüş olayım. Şimdi arkadaşlar A bəndi
İkisinin də müsbətini götürürəm. 2x minus 1 bərabərdir x üstəgəl 3-ə. X bərabərdir 4-ə. B bəndində müsbətini və mənfisini götürürəm. Yəni mənfi x minus 3. 3x bərabərdir mənfi 2-yə. X də nəyə bərabərdir? Mənfi 2 bölü 3-ə. Mənfi 2 bölü 3 bir də 4-ə. Var mı buna ait sorusu olan değerli kardeşlerim? Şimdi burada modullar sıfıra beraber olduğu için x minus 2 beraberdir sıfıra. Y de neye beraberdir? Sıfıra. X de beraberdir neye? 2'ye. Y beraberdir sıfıra. Bunları ayrı-ayrı sıfıra beraber edirik. Hı hı. Şimdi bunlara ait kvadratlara ait ayrılmış mən testlərliyim. Yəni kvadrat üçədlərə aid. Bunu anlamaq üçün əslində belə deyəlim 11 nömrəli sualı izah eləmək daha uygun olardı. Şimdi arkadaşlar x kadar minus 9'u ayıranda ne olur uşaqlar? X minus 3, x plus 3. Tamam mı? İndi bu ne deməkdir? Bu o deməkdir ki, mənim balalarım x minus 3 modulları, yani biz aslında modul kimi şey deyirik də. Görürük bunu. Tamam mı? Aha, Mehrab bekliyor. Aha. Şimdi modul x minus 3'ü her iki taraftan götürdüğümüz zaman x beraber de 3 olacak. Çünkü sıfıra ödemiş Allah'ı. Tamam mı? Bəli. X minus 3'lər gedəndə qalır nə? Modulda x üstəgəl 3 bərabərdir 1-ə. A bəndi. Bir dəfə müsbətini götürürəm. X plus 3 bərabərdir 1-ə. B bəndi x plus 3 bir dəfə götürürəm nəyə? Mənfi 1-ə. X bərabərdir mənfi 2-yə. X bərabər nəyə? Mənfi 4-ə. Mənfi 2 ilə mənfi 4 və 3 nə olur? Bunun həlləri olmuş olur. Var mı sorusu olan arkadaşlar? Yoktur. Bunun əslində bir daha mən məsəl üçün bu kitabı yazan olsaydım belə bir çıxmasın. Öncelikli olarak bu özelliği vererdim. Sonra ikilili modullar izah eləyərdim açıkçası. Niye göre? Çünkü bunun rəqəmə və dəyişənə bərabər olan hallarını uşaqlar daha çox mənimsəyirlər. Nə demək istəyirəm? Bunun A bəndində müsbətini götürürəm. B bəndində isə mənfisini götürürəm. Yəni modulun bir dəfə müsbətini, bir dəfə də mənfisini götürürəm. Aha, müsbətini götürdüm. Bir dəfə də mənfisini götürəndə olur nə? Mənfi x üstəgəl 6 bərabərdir x minus 2-yə. X-lar getdilər, yəni buradan zaten şey gəlmədi. Burada isə 2x bərabərdir 8-ə. X də bərabərdir 4-ə. Yəni bildiyimiz x minus 6 modulu məsələn 5-ə bərabər olsaydı nə olacaq? Bir dəfə müsbətin, bir dəfə mənfisini götürəcəkdik. Bu şekilde. İndi bir dənə də örnek vereyim. Sonra buna ait test vereceğim. Yine bir dəfə müsbətini götürəndə x minus 6 bərabərdir 2x minus 3'ə. B bəndində x minus 6, yəni mənfisini götürəndə mənfi x plus 6 bərabərdir 2x minus 3'ə. Burada ne olacaq o zaman? X bərabərdir nəyə? Mənfi 3'ə. Tamam mı? Bildizdə bu tarafa attım, 3'ü bu tarafa attım. Burada isə 3x bərabərdir 9-a, x bərabərdir 3-ə. Ay müəllim, sıraz uşaqlar sinifdə bunu deyirlər də. Hanı bəs bir dənə həlli var idi. Bütün modul tənlikləri həll etdikdən sonra mənim balalarım variantları aparıb tənlikdə yerinə qoyub yoxlamaq lazımdır. Mənfi 3'ü biz aparıb yerinə qoyanda mənfi alınır. Modulda heç bir zaman nə ola bilməz? Mənfi ola bilməz. Ona görə də yalnız və yalnız 3 kökü ödəyəcəkdir.
Anlaşıldı məncə. Zaten istəyənlər belə deyim də, istədikləri kimi şeydən denkləmlərə baxa bilərlər. Buna aid məsələn üçün ikili modullar yenə də var. Uşaqlar bayaqları şeylərdə olduğu kimi. Bunu tənliylər nə yalan deyim, bölümündə bayaqlar müsbət mənfi kimi, amma mən daha gözəl bir izahatını vermək istəyirəm. Deməli, bunları həll eləyəndə nə edirik? Birinci modulların sıfırlarını götürürük. Mənfi 2, bir də 4. Sıfırları nə deməkdir? O ifadəni sıfıra çevirən qiymət. Tamam. Ədəd oxu üzərində arkadaşlar mənfi 2 ilə 4-ü qeyd edirəm. Qeyd elədikdən sonra həmin aralıqlardan ədəd götürüb işarələri təyin edirəm. Deməli, birinci aralıqdan mənfi bir dənə ədədi götürürəm. Mənfi 3. Yerinə qoyanda nə eləyir? Mənfi eləyir. Tamam. Mənfi eləyirsə, o zaman uşaqlar nə olur? Mənfi x minus 2. Burada yerinə qoyanda yenə buradan mənfi çıxır deyə. Mənfi x üstə gəl 4 bərabərdir 6-ya. Sonra uşaqlar mənfi 2 4 arasından 0 götürürəm B bəndində. 0 aparıb yerinə qoyuram, müsbət çıxır. Tamam. 0 aparıb yerinə qoyanda mənfi, yəni 0 mənfi çıxır. Ona görə də buradan nə çıxacaq? Mənfisi olacaq. Yəni üstə gəlinsin 4 minus x bərabərdir 6-ya. C bəndində də 4-dən böyük bir dənə də götürürəm. Nə olur? Müsbət olacaqdır. Nə olacaqdır uşaqlar? Yəni ikisindən də müsbət çıxacaqdır. X üstə gəl 2. Üstə gəlinsin x minus 4 bərabərdir 6-ya. Həmən eləyirik uşaqlar. Mənfi 2x üstə gəl 2 bərabərdir 6-ya. Mənfi 2x bərabərdir 4-ə. X də niyə bərabərdir? Mənfi 2-yə. Tamam. Burada da nə olur? X-lar gedir. Heç tənliyi qalmır. Burada da 2x çıxsın 2 bərabərdir 4-ə. Tamam mı? 6-ya üzr istəyirəm. 2x bərabərdir 8-ə. X də niyə bərabərdir? 4-ə. İndi mənfi 2 ilə 4 bu ifadələrin həlləri oldu. Tamam mı? Həlləri oldu. Və arkadaşlar, yenə həmən varianta baxdım ki, ay müəllim, valla siz belə dediniz, amma orada variantlarda belə çıxmasın nələr oldu? Nələr oldu? Aralıq oldu, tamam mı? Tamam, aralıq olduysa oldu. O zaman biz orada aralıqlarla elədiyimiz üçün, bir dəqiqə gözlüyümü sileyim. Mənfi 2 ilə 4 arasında olan, mənfi 2 ilə 4 arasında olan ədədlərə baxaq. Məsələn üçün, nəyə qoyaq? 0. 0 aparın yerinə qoyun. Görün nə olur uşaqlar. Görəcəksiniz də 6 olur. 6 bərabərdir 6-ya. Mənfi 1-i qoyun. Mənfi 1 isə 2 gələndə eləyir nə 1? Mənfi 1, 4, 5, 5-in 0 gəlində 6. Gördünüz mü uşaqlar? Mənfi 2 və 4 arasında olan bütün aralıqlar nə edəcək? Onu ödəyəcək. Ümid edirəm ki, başa düşdünüz. Ümid edirəm ki, onu başa düşdünüz. Evet, hələ ki, ikinci hissə burada stop eləyirəm.